Hadisin sonuna Peygamber sallallahu aleyhi ve sellem buyurur ki وَلِلَّهِ عُتَقَاءٌ مِنَ النَّارِ وَذَٰلِكَ كُلُّ لَيْلَ. Hadisin sonunda Peygamber sallallahu aleyhi ve sellem buyurur ki ve Ramazan ayında Allah Taala'nın cehennemden azad ettiği kulları var. Allah Taala'nın cehennemden azad ettiği kulları var. Vallahi Ramazan ayının orucunu zayi eleyen kimse, yani Peygamber sallallahu aleyhi ve sellemin bu hadisini başa düşmeyen insandı. Vallahi billahi tallahi Ramazan orucunda günah eleyen kimse, asi olan kimse, orucunu korumayan kimse Peygamber sallallahu aleyhi ve sellemin bu sözünü anlamayan kimsedir. Deyir ki Ramazanda Allah'ın cehennemden azad ettiği kullar var. Alimler deyirlər ki bu azadlıq əbədi azadlıqdır. Yəni əgər bura yazıldınsa artıq sənə cəhənnəm yoxdur. Yəni bu Ramazanda bir dəfədir. Yox, Peyğəmbər salsam deyir ki bu hər gecəsindədir. Hər gecəsindədir. Ramazanın hər gecəsindədir. Amma buna müvəffəq olmaq asandır? Yox. Asant deyil. Sən o gündüzünü qorumalısan ki gecəsi də ona nail olasan. Gündüzü orucunu oruc kimi tutmalısan ki gecəsi də bu fəzilətə nail olasan, buna çatasan. Asan deyil. Nəyisə fəda verməlisən, nəyindən keçməlisən, nəyinisə qorumalısan, nəfsini, şəhvətini, gözünü, əzalarını və digər hər bir şey ki günün sonunda buna nail olasan. Və bu cəhənnəmdən azadlıq, yəni bu Ramazanın ən böyük mükafatlarındandır. Ən böyük mükafatlarındandır. Yəni baxın, hər gecə Allah Taala'nın cəhənnəmdən azad etdiyi qulları var. Həqiqətən də böyük bir mükafatdır. Və düşündünmü ki indiyə qədər tutduğum 10 gün oruc içərisində cəhənnəmdən azad olan kimsələrdən olacaq bir orucu tutdunmu? Yəni bu 10 gündə